Burada nə var ki, ateist də deyəcək ki, təsadüfdən, Big Bang-dən yaranıb. Hə, ustad, ateistlər də deyir ki, dünyanın başlanğıcı Big Bang-dir, o da təsadüf nəticəsində partlayış baş verib dünya yaranıb. Yaxşı, təsadüflə yaranıbsa, təsadüfün özünün olması nə qədər məntiqlidir? Ay ustad, buna zəhmət olmaz cavab verin də, biz də məsələni bilək. Əvvəla sualı belə qoyaq. Təsadüf məntiqlidirmi, yoxsa yox? Gəlin bir hesablama aparaq. Bir qabın içərisinə birdən minə qədər yazılı bir say ataq. 1, 2, 3, 4, 5, 6, 1000. Belə fərz eləyək ki, biz əlimizi atırıq təsadüfən. 1, 2, 3, ardıcıllıqla birdən minə qədər biz onu sıralamaqla təsadüfən çıxaracaq və doğru olacaq. İndi sual qoyaq, bir məntiqli sual. Birdən minə qədər rəqəmin içərisindən biz əlimizi atıb bir rəqəmini çıxarmaqdan ötürü təsadüfən, çıxarmaqdan ötürü ehtimal nə qədərdir? Mində bir. Mində bir, çox sağ ol. Mində bir ehtimal var ki, o bir rəqəmi oradan çıxsın. Çünki 1000 dənə var, o bir. Çıxartdıq biri. İndi ikincini sıralamaqla çıxaracaq. Ehtimal nə qədərdir ki, iki rəqəmini biz təsadüfən oradan çıxaracaq? 999-da 2. 999-da 1. 1. Yaxşı. İndi sayaq. 3 rəqəmi də 998-də bir ehtimalı var ki, biz onu çıxaracaq. Onu da çıxartdıq 3-ü. İndi 1000-ə qədər bu sıralama ilə təsadüfən çıxmaqdan ötürü bunları toplasaq, 500 min 500 ehtimalda bir ehtimal var ki, biz birdən minəcən hamısını təsadüfən əlimizi salıb, Allah tudaşı kimi məsələndə o belə bir şey çıxaracaq və bu doğru olacaq. 500 mində bir ehtimal. İndi mən sizə sual verirəm. Yer kürəsi Günəş sistemindədir. Günəş sistemi bir ulduzdur. Və süd yolu və yox saman yolu galaktikasının bir ulduzudur. Saman yolu galaktikasında isə ulduz kimi 200 milyarddan 500 milyarda qədər ulduzun olduğunun, mövcud olduğunu deyirlər. Rəqəmə diqqət elə. İndi görək, kainatda nə qədər saman yolu kimi galaktika var. Hə? Mən rəqəmi deyərəm. Siz də araşdıra bilərsiniz. İstəsəz internetdən də araşdıraq. Bu günə qədər 400-500 milyard galaktikanın olmasını dedilər. İndi təqribən rəqəm bilirsinizmi nə qədər? 2 trilyondan artıq galaktika var. Ulduz yox ha. Ulduz toplumu. Hər galaktikanın içərisində də orta hesabla 200 milyard ulduz, hər ulduzun özünün sistemi, planeti, planetinin ay kimi planeti və s. Və bunların hamısı hərəkətdədir və nizamlıdır. Onlar ki deyirlər Big Bang partlayışından sonra, o böyük partlayışdan sonra kainat bu cürlə nizamlı düzüldü, bu cürlə nizam yarandı. Bunlar təsadüfən oldu. Bax, indi milyard, trilyardlarla onların hər birinin içərisində, məsələn, yer kürəsi bir dənə planetdir, planetin içində nə qədər aləmlər var, dəniz, balıqlar, quşlar, bitkilər, su. Bu təsadüfmüdür ki, canlının, məni kimi bir canlının zəruri ehtiyacı olan su, 2 dənə yanan qazın birləşməsindən, yanan və qızışdıran, hidrogen və oksigen qazının birləşməsindən bir söndürən yaransın. Bu nə qədər təsadüf ola bilər? Adicə bir şeyin, 1000 dənə bir şeyin dalbadal nizamlı olmasından ötürü 500 milyonda bir ehtimala varsa ya, milyardların və milyardların içərisində özünə nə qədər bu təsadüf olur? Əgər mən şəxsən bu təsadüfü qəbul eləsəm, mənim ağlımda, qəlbimdə error yaranar ki. Nə danışsan sən? Nə təsadüf?
Allah rəhmət eləsin Sədiyə. Sədi Şirazi deyir ki, Allah tanımaq üçün, Allah şünaslıq üçün ağacın hər bir yarpağı bir kitabdır. Oxuyan lazımdır. Bir dənə bu ağacın yarpağında gedən prosesə baxsaq, elə fotosintez prosesinə baxsaq, bunun yaz fəsli, qış fəsli, orada gedən proseslərə baxsaq, bir kitab var burada, bir zavod var burada, bir fabrik var burada. Nə qədər bu təsadüf ola bilər ki, təsadüfən yarandı. İnsanın ağlı özündən küsər. İnsanın ağlı özündən küsər. Mənim ağlım məndən küsər ki, mən bunu bu şeylərin hər ikisinin, yəni Allah olmadan təsadüfən yarandığını qəbul eləsin. Allah razı olsun ustad. Bismillahirrahmanirrahim. Allahu nurus semavati vel ard. مثل نوره كمشكاة فيها مصباح المصباح في زجاجة